Uzun zamandan bəri gözlənilən hadisə meydana gəldi. İrana qarşı Amerika tərəfindən və müştərəkən İsrail tərəfindən ikinci savaş açıldı. Bu savaşın sonu hara varacaqdır deyə kəstirmək indidən mümkün deyildir. Bu savaşın ilkin məqsədləri istər-istəməz Pentagonda alınmışdır və İsraillə bərabər bugün öz hədəflərinə dayanaraq geniş bir savaş İrana qarşı başlanmışdır. Donald Trump, Amerikanın Cumhurbaşqanının sözlərində çox böyük mesajlar meydana çıxır. İran rejiminin dəyişməsi və İranda yeni bir rejimin qurulmasının müjdəsini verməkdədir. Əlbəttə diqqət edirsək, Amerika savaşı İrana qarşı çoxdandır başlamışdır. Yəni geçən aylardan bəri İran rejiminə qarşı savaş psikolojik sıxıntı formunda devam edirdi və İran rejimini psikolojik cəhətdən, rəvani cəhətdən sıxıntıya qoyurdu. Amma bugün səhərdən o psikolojik savaş əskəri hücumla təkmilləşmiş. İlk anlardan bu savaşın başlaması və istər-istəməz Amerikanın bu savaşda müəyyən hədəflərini nəzərdə alırsaq bir tərəfdən, amma savaş başqa səbəblərdən ötürü də bir türlü dəyişik forma tapa bilər. O cəhətdən nəticə bu savaşdan nə olacaqdır dəqiqən onu bilmək mümkün deyildir. Amma tanınmış dövlətlərin qarşılığında, yəni Amerika ilə İsrail bir tərəfdən, əlbəttə dünyanın başqa ölkələrindən də himayət gəlmişdir Amerikaya və İran rejimi bir başqa tərəfdən nəzərə alınırsa, burada istər-istəməz İran rejiminin yenilməsi və şikəst yeməsi hər kəsə aydındır. Amma Amerika hangi hədəfləri bu savaşdan izləyir, onu diqqət mərkəzinə alıb və iki senaryonu, iki ən mühüm senaryoları ki, bu savaş o senaryolarla sonuclana bilər, diqqət mərkəzinə almamız və o senaryolar əsasında ciddi hazırlığa Azərbaycanda addım atmaq lazımdır. Birinci və ən möhtəməl senaryo İran rejiminin təpəsini anayasanın, İranın qanun əsasının işdən düşməsinə qədər vurub və fələc eləməsi. Məsələ, vilayət fəqihi, onun canişini, yəni yerinə oturanı, ondan sonra Şurayı Əmniyyəti Millini, Laricanını ki, Xamneyi öz yerinə seçibdir. Elə ki, anayasaya icra etmə belə fələc halına gəlsin. Eyni halda bildiyimiz kimi İranın əskəri cəhətdən İran çapında mühüm mərkəzlərini və mühüm şəxslərində hədəf alaraq İranın ordusunu iflic halə gətirsin. Bu senaryo üstdən icra olursa ki, istər-istəməz taktiki qara güclər də, yəni niruy zəmini vasitəsilə də taktiki əməliyyata, izahi əməliyyata girməklə adın çəkdiyi məqsədə əl tapırsa, dəqiqən Venezuelanın projesi kimi İranda bir proje keçə bilər. Yəni rejimin kəlləsini vurubdur və rejim anayasal qanun əsası cəhətdən çökmüş bir durumda olursa, İran dəqiqən Venezuela halına gələ bilir. Yəni rəhbərliyin götürüb yeni siyasi rəhbərliyinin formalaşmasına Amerikanın sözü geçərli olsun. İkinci senaryo Amerikanın öngörmüş planı, yəni Pentagonun öngörmüş planı bu savaşda əldə olunmasın, amma İran rejimi yenə də bir həm əskəri cəhətdən, həm liderlər cəhətindən iflic hala düşsün, elə bir zəif hala düşsün ki, ayaqda qalmaq üçün Amerikanın şərtlərinə baş qoysun. Bu iki hal başlanan savaşdan öngörülən senaryolardır. Amma Donald Trump'ın sözlərinə baxdığımızda daha möhtəməl birinci senaryonun əldə olmasıdır. Amma dediyim kimi, o hədəfi əldə edə bilməsələrsə, ikinci senaryo istər-istəməz meydana düşəcəkdir. Hər iki halda xüsusilə birinci senaryonun gerçəkləşməsində çox geniş və ciddi bir dəyişikliyə İranda yol açma şəraiti meydana gələcəkdir. Hətta ikinci senaryoda bu savaşın sonuclanması ilə sona çatırsa, orada da fəza, şərait yeni bir açılışa İranda yaranmasını öngörmək mümkündür. İndi yine qayıdırıq əvvəl sözümüzə. Böyük bir oyun başlamışdır. İlkin senaryo və mühüm hədəf Trump'ın dediyinə görə də İranda rejim dəyişikliyidir. Ən azı bugünkü rəhbərliyi qaldırıb
yeni rəhbərliyin formalaşmasında İranda Amerikanın əli olması lazımdır və istər-istəməz rejimin içi deyil, rejimin kənarında, eşiyində olan qüvvələr də bu arada istər-istəməz bu dəyişiklikdə rol oynayacaqlar. Hətta ciddi antagonisti mövqedə olan opozisyon belə bir meydan tapacaq ki, eləyə bilsin o meydanda rejim formalaşmasında bir rol oynasın. Çox böyük bir dəyişiklikdir, çox böyük bir riskli bir hərəkət. Yəni Amerikanın tərəfindən oynanan riskli hərəkətdir. Yəni bu hərəkətin içindən mümkündə Amerikanın mənafiyi təmin ola, amma İranda yaşayan xalqların mənafiyi təmin olmasa da belə gözə alına bilər Amerika tərəfindən. O cəhətdən bu sahədə ciddi olmaq lazımdır və birinci ən öndə gələn məsələ və ya ən öndə gələn hədəf İranda kaos və rejim çöküşü meydana gəlirsə, Azərbaycanı, tam Azərbaycanın toprakların, Azərbaycanın siyasi və mədəni təşkilatları tərəfindən güvənliyinin qorunmasına düşünmək lazımdır. Yəni ilkin hədəf Azərbaycanda və ya Türk adına olan hərəkətlərin hamısı, Azərbaycanda yaşayan insanın hamısı təşkilat və olaraq və ya bir şəxs olaraq Azərbaycanın güvənliyini təmin etməkdir. Bu hədəf hamımızın hədəfi olmalıdır. Necə düşünürsək, hangi stratejiyə inanırsaq deyil, bəlkə Azərbaycanın güvənliyini qorumaq birinci aşamada tək insanların və tamam təşkilatların hədəfi məqsəd olmaq lazımdır. O cəhətdən Azərbaycan Demokrat Partisi başqa siyasi və hətta mədəni təşkilatlarla gözləmədən əlaqəyə girib bir müəyyən birliyin, bir çatının yaranmasına çaba göstərmək lazımdır. Bu hədəfə varmada Azərbaycanın siyasi gücləri içəridə, siyasi şəxsiyyətləri, öndə gedənləri, Azərbaycana əsasən ürək yandıran hər kəs varsa bir araya gəlməlidir. Birinci aşamada Azərbaycanın güvənliyini qorumağa orqanizə olmalıdır. Bu hədəfə varmaya Azərbaycan Demokrat Partisinin əlindən nə gəlirsə ondan əsir gəlməməlidir. Azərbaycanın siyasi hərəkətlərinin, partiyalarının ikinci alan fəaliyyəti Tehranda formalaşan yeni sistemin quruluşuna müdaxilə edib çaba göstərmək lazımdır. Bugün Azərbaycan Demokrat Partisi mərkəzdə gedən fəaliyyətlərin fəaliyyət mərkəzində çaba göstərməkdədir. Əlbəttə, yalnız Azərbaycan Partisi, başqa təşkilatlarımız da orada fəaldılar. Amerikanın hücumu ilə bugün İranın opozisyonunda, müxalifətində yerləşən siyasi güclər bu vəziyyətin gəldiyində, yəni xarici hücumun gəldiyi və İran rejiminin çökməsi söz konusunda ciddi bir güc qazanım rəqabətinə girəcəklər. Ən önəmli olan və ən gözümüzdən qaçmamasını diqqət mərkəzinə aldığımızda səltənətçilər Rza Pəhləvinin rəhbərliyindədir ki, onun qarşısı nə qədər alınırsa və demokratik güclər, cumhuriyyətçi, xüsusən federal cumhuriyyətçi güclərin gələcək İran dövlətinin quruluşunda nə qədər ciddi rol oynayacaqlarsa, o qədər İranın gələcəyini işıq və müsbət görmək mümkündür. Başqa bir halda, yəni Rza Pəhləvinin mühüm rol oynadığı, xüsusilə ondan sonra əgərsə Mücahidin Xalq, Rza Pəhləvidən sonra Mücahidin Xalq başqa cumhuriyyətçilərlə bərabər deyil, yalnız özünü aparıcı qüvvə kimi meydanda göstərməyə çalışsa, əlbəttə ki, gərginlik siyasi alanda mərkəzdə çoxalacaqdır. Yəni, bir tərəfdən Rza Pəhləvi öz siyasi gücləri ilə, başqa tərəfdən Mücahidin Xalq öz iddiaları ilə və əlbəttə lazımi imkanları və gücləri ilə Tehranda at oynatmağa başlayacaqlar. Əlbəttə, nəzərə gəlir ki, əgər Pəhləviçilərin gücü Tehranda gözə çarpırsa və Mücahidin Xalq özünü zəif hiss edirsə, orada cumhuriyyətçilərlə Mücahidin Xalq Pəhləviçilərin meydanlarda at oynatmasının qarşısını almağa ciddi bir çaba göstərməlidirlər. Əlbəttə, bu fəaliyyətlər o zaman mümkündür ki, siyasi rejim İranda çökmüş bir durumda olsun. Çökmüş bir durumda olmursa, xaricdəki güclər İranda meydan oynatmağa lazımi şəraiti tapmayacaqlar. Onda diqqətimiz İran içində olan güclərin rol oynamasına və güc paylaşmada sekulər cumhuriyyətçilərlə
xaricdə formalaşan cumhuriyyətçi cərəyan, yəni həm federal cumhuriyyətçilər, həm qeyri-federal cumhuriyyətçilərin işbirliyi ilə İranda yeni bir siyasətin formalaşmasına təsir qoymaq mümkün olacaq və ya o çabaya şərait yaranacaqdır deyə düşünmək lazımdır. Sözü bir araya yığa bilsəm, Türklərin siyasi gücləri, Azərbaycan adına partiyalar, siyasi partiyalar, Azərbaycanın güvənliyini qorumağa çalışma, eyni Azərbaycan və Türk gücləri, siyasi gücləri Tehranda gedən oyunun və İranda yeni formalaşan hakimiyyətə bir şərait yaranırsa, oranı təsir altına alma və mərkəzdə cumhuriyyətçilərlə, ələlxüsus federal cumhuriyyətçilərlə bir yerdə güc paylaşımında rol alma və orada aktiv olmanı fəaliyyət mərkəzinə çevirmələri lazımdır. Yəni əməldə Türk xalqına aid siyasi güclər bir tərəfdən Azərbaycanda Azərbaycanın qorunmasını orqanizə etmə, bir tərəfdən də Tehranda siyasi dəyişiklikdə əlindən gəldikcə başqa siyasi güclərlə, başqa cumhuriyyətçilərlə, tam cumhuriyyətçilərlə səltənətçilərin qarşısında durma və federal cumhuriyyətçilərlə yeni dövlətin formalaşmasını təsir altına almağa çaba göstərməlidirlər. Gördüyünüz kimi çox mürəkkəb bir şəraitdir. Sabah nə olacaq deyə indidən kəstirmək və bəlli etmək mümkün deyildir. Amma hazırlıq və hangi cəhətdə hazırlıq, hangi hədəflərə fəaliyyət indidən başlanmalı və aktivcə adın çəkdiyim səhnələrdə rol oynamağa çaba göstərməyimiz lazımdır. Azərbaycanımıza və Türk xalqına İranda, genel İranda rejim dəyişirsə bir qızıl şərait yaranır. O qızıl şəraitdən istifadə edə bilsəksə, qazancından Azərbaycanımız və Türk xalqı bəhrəsini alacaqdır. Daha detallara keçmə, yeni şərait gəldikcə yeni analizləri meydana qoyma görəvimizdir və istər-istəməz yeni analizlər də şərait dəyişdiyində xalqımıza və milli hərəkatımıza sunulacaqdır. Uğur və gələcək xalqımızındır.